Bugünkü özel gün için, güzel gün için, yani bu güzel günde, müstəqillik günündə bize bu güzel günü yaşadan SS Travel şirkətinin rəhbərliyi Samir Bey başta olmaqla bütün şirkət üzvlərinə hər birinə təşəkkür edirik ki, bugün güzel bir gün yaşadıq, güzel an yaşadıq və burada Qəbələ şəhərində gözəlliklərlə tanış olduq və güzel bir plantasiyada lavanda plantasiyasında olduq və hər birinə təşəkkür edirəm bize bu güzel günü yaşatdıkları için. SS Travel olarak bugün 28 May Müstəqillik günündə biz şəhid uşaqları və 44 günlük müharibə zamanından bugünə kimi, Vətən müharibəsindən bugünə kimi daim bizim şəhid ailələrinin yanında olan xeyriyyəçi xanımların dəstəyi ilə və SS Travel-ə təşəkkür edirik, Samir bəyə təşəkkür edirik ki, təşkilatçılığı ilə bugün Qəbələ şəhərində olduq. Bir çox gəzməli, görməli yerlərdə oldu. Bunun üçün hər kəsə təşəkkür edirik və hər biriniz turlarınızı SS Travel-a etibar edə bilərsiniz. Onu da qeyd edim ki, biz Könüllü Nəzarətçilər İctimai Birliyinin Qazax Təşkilatının burada 4 nəfər nümayəndəsi var. Eyni zamanda biz bütün könüllüləri, nəinki könüllü, həm könüllüyük, həm də xeyriyyətçi işlərlə məşğul olduğumuz üçün çox şadıq, qürurlanırıq ki, biz hər zaman şəhid ailələrin yanındayıq. Mən də şəhid ailələri adından Samir müəllimə özlərinin təşəkkürümü bildirirəm. Şəhid ailələrinə göstərdiyi dəyərə, diqqətə görə. Bu özəl günü onlar üçün bəxş etdiyinə görə. Sağ olsun, var olsun.